100% buralara çıxış eləyir də. Bura Rio de Janeiro'nun varlı təbəqəsinin yaşadığı hissədir. Ola. Si. Bax, bu avtobus gedir, bu avtobus gedir, Copacabana gedir. Bizdə də normalda buranı 28 may kimi düşünsək. Hepinizi Rio de Janeiro'dan, Braziliyanın paytaxtı Rio de Janeiro'dan salamlayıram. Deyərəm birdən deyərsiniz ki, Braziliyanın paytaxtı Rio de Janeiro deyil. Bilirəm deyil, prosta özüm elə dedim, görün nə deyəsiniz. Braziliyanın paytaxtı Brazil şəhəri. Nəysə çox uzatdım. Hamınızı Rio de Janeiro'dan salamlayıram. Rio de Janeiro'da deyirlər, Rio de Janeiro'da deyirlər. Janeiro əsasən ruslar deyil. Rio de Janeiro, Rio de Janeiro'da deyirlər. Yəni belə nəysə də salam. Nəysə gedim bir otelimi tapım, yerləşim edeyim. Buradan çıxıb rahat gələcəm. Amma əvvəlcəyim bir otelimi tapım. Mardadır. Hostelim buralarda bir yerdədir. Amma hansı tərəfdə onu tapmalı çalışıram. Onu biləm ki, bu arkanın aşağısındaydı deyilmişdi. Buradan bir də iyi gəlir şey, yəni heç cür izah eləyə bilməyəcəyim bir iyi gəlir. Yəni gecələr bu arkan şeylər, bu aşağılarına çıxış eləyirlər. 100% buralara çıxış eləyirlər. Onun üçün yəni buradan elə çox pis iyi gəlir, bərbad bir iyi gəlir. Ondan da elə 100%. Bu arada qaldığım yerdən gidim yerləşmə eləyim, sonra çıxıb şəhəri gəzməyə başlayalım. Elə Rio'ya ən yaxşısı İsa'nın o məşhur heykəlini görməklə başlayaq. İsa'nın heykəli, İsa'nın o məşhur heykəli 3 metr hündürlükdəki o heykəl orada təpənin üzərindədir və o təpəyə də ancaq funikulyorla getmək lazımdır. Çünki funikulyor sonra getmək mümkün deyil. Yəqin ki, elə funikulyor biletinin içərisində olar. Orada giriş bileti. Hi, do you have a ticket? No. Would you like to pay for card or cash? Sorry? Would you like to pay for card or cash? Credit card. Card, you pay on the machines over there. Okay. Ora giriş bileti gördüğünüz gibi burada 128 Braziliya realıdır. 128 realı bizim bundan təxmin eləyir 40 manat falan və cash almaq üçün buradan kredit kartını almaq üçün buradan istifadə etmək lazımdır. 128 Braziliya realı. Təxminən 45 manat, təxminən elə 45 manat elədir. Buradan funikulyora minib girəcəyik İsa'nın heykəlinin yanına. Giriş buradan olmalı. Oha, növbəyə bax. Bu boyda adam hamısı, yəni təbii ki, bu heç nədir. Səhər saat 8-də hələ. Bu boyda adam İsa'nın heykəlini görməyə gəlir. Heç nə, gözləyək, yeni funikulyor gəlsin, onu deyək. Bu təpə deyil, bunun belə bərabərində bir təpədə var, ora qalxacaq. Təxminən 20 dəqiqəlik bir yoldur. Oradan gitmək və bu da məşhur qurtarıcı İsa heykəli adı ilə gedir. Qabaq tərəfindən. Bəli, bu da dünyanın ən məşhur yerlərindən birisi olan qurtarıcı İsa heykəlinin olduğu yer. Bu heykəlin uzunluğu 30, qollarının uzunluğu isə 28 metrdir. Həqiqətən də dünyanın ən böyük heykəllərindən birisi hesab olunur. Posso tirar uma foto com você para dizer que você que fez? Pode.
Yəni sizə başqa bir şey də göstərim və gördüyünüz kimi İsa Peyğəmbərin İsa heykəlinin baxdığı hissə bu hissədir. Bura Rio de Janeiro'nun varlı təbəqəsinin yaşadığı hissədir. Heykəlin arxasının olduğu hissə isə gördüyünüz bu yerlər Rio de Janeiro'nun favelalarıdır. Rio de Janeiro dünyanın ən böyük favelasının olduğu yerdir. Yəni kasıblarının yaşadığı hissədir və ona görə də burada bir deyim də var ki, kasıb olandan sonra hətta İsa Peyğəmbər belə səndən üz döndərir. Çünki gördüyünüz bu heykəlin üzü varlılar olan istiqamətdədir. Arxası isə kasıblar olan istiqamət. İsa heykəlinin arxasında isə alt hissəsi bunun, yəni postamenti bu cür bir ibadət yeri kimi, dua yeri kimi, belə kiçik şapel kilsə tərzi inşa olunubdur. Kifayətdir, düşmüyorlar. Yəni, bütün gün də burada keçirəsi deyil herhalde. Yəni, belə deyim də, əgər bir gün yolunuz bura düşsə, çıxmağı, düşməyi, bura gəlməyi falan bir 3-4 saat deyək, yəni gözə almağınız lazımdır. Onsuz yuxarıda yəni saatlarla dayanmırsan, yəni uzağı yarım saat, 1 saat dayansan kifayət edir. Bura gələndə ayrı növbədir, qaydanda ayrı növbədir. Adam əlindən tərpənmək olmur. Gəlişi ayrı zülümdür, qayıdışı ayrı zülümdür. Yəni insan həyatında maksimum bir dəfə gəlməlidir və sonra. Gəldin, gördün, hə, okey, mənzərəni zadı gördün, tamam. İkinci səfər. Belə xilaskar, qurtarıcı İsa heykəlindən artıq aşağıya düşdük. Amma konkret fərq eləyir, hava fərq eləyir. Aşağı düşəndə adamın qulağı batır. Çünki həqiqətən çox yuxarıdaydı. Bunun da belə bir şey sifariş verdi. Amma koşinya deyirlər. Və soyuq dili deyəsən. Soyuq mənəsə bir şey var. Ha, soyuq və pendir. Ayırmışdı. Kompreso soyuq. Evet. Yani çok dəhşət ucuzdur. Təxminən bizim puldan belə deyim də 2 manat falandır. Yəni nəzərə alsaq ki, Porsche həqiqətən çoxdur. Və çox turistik bir yerdədir. Rio de Janeiro'da 3 dənə məşhur çimərlik var. Yəni şəhərin özündə 3 dənə məşhur çimərlik var. Bunlardan birisi Ipanemadır, ikincisi Copacabanadır, üçüncüsü də hal-hazırda olduğum Flamengo çimərliyidir. Flamengo çimərliyi şəhərin mərkəzinə biraz daha yaxındır və hal-hazırda mən bu Flamengo çimərliyindəyəm. Və gördüyünüz kimi təxminən bu hissələrə qədər uzanıb gedən bir çimərlikdir. Ipanema çimərliyi isə digər tərəfdədir. Həmçinin Copacabana çimərliyi də. Buralar dediyim kimi Rio de Janeiro'nun əsas çimərlikləridir. Əsas deyəndə elə demək olar ki, 3 dənə məşhur çimərliyi var. Ipanema, Copacabana və hal-hazırda olan Flamengo çimərliyi. Sizi digər çimərlilərlə də bir tanış edəcək. Burada çox maraqlı bir yemək gördüm. Street food. Este es pollo? Pollo. Toyuqdur. Bir dənə götürüb görüb nə dadı. Bildiyimiz kebabı isi verir. Nə dadı verir? Əslində bildiyimiz toyuq kebab məntiqini işləyir. Üstünə soğus vurur. Ki bu suxarik kimi şeydən olur. Amma bildiyimiz toyuq kebab məntiqidir və dadı eyni olacaq. İnkola.
Una cola. Una cola. Cola. Soda. Cola. Coca-Cola. Sì. Quer a Via? Via? No, no, no. Churrasco e Guaravita. Ainda demora mais. Ve bir kola plus bu elimdeki bu kebab fason şey ikisi bir yerde cəmi 15 real edir. 15 real da bizim onların təxminən bir 4 manat falan. Aí o Luan chega e fala: Üstündəki sosu və toyuq kebabının dadını biraz daha fərqli edir. Ha? Mən həqiqətən çox gözəl dadı var. Ümumiyyətlə Rio'da gəzəndə çalışıb, düz mən kirvəm edirəm amma gəzəndə çalışıb arxa küçələrdən maksimum ola Tirando foto aí, né? Dá maneiro. çalışıb arxa küçələrdən uzaq dayanmaq lazımdır. Çünki həqiqətən də olduqca təhlükəlidir. Sonsuz sayda homeless, yəni bomujlar yaşayır və nə edəcəkləri heç bir zaman bəlli deyil. Yəni, sənin canının onlar üçün heç bir dəyəri yoxdur və həqiqətən də nə edəcəkləri həqiqətən bəlli deyil və çox böyük təhlükə mənbəyidirlər. Onun üçün də Rio'da arxa küçələrdən maksimum şəkildə uzaq durmaq lazımdır. Özəlliklə də axşam saatlarında. Belə bir Rio kart var. Bizim Bakı kart kimidir. Onu yükləyib onunla getmək lazımdır hər yerə. Copacabana'ya getmək istəyirdim. Baxdım, gördüm kartın içində yoxdur. Onun üçün gəldim metro, bura metrosudur. Ve burada dolduracağım Rio kartı qoyuruq bura. Rio kartımızı doldurduğumuza görə Copacabana'ya gedə bilərik. Copacabana çünki şəhərdən bir balaca uzaqdadır, şəhər mərkəzi. Yəni olduğum yerdən biraz uzaqdadır. Onun üçün məcburam avtobusla gedim. Avtobusda təxminən 5 realdır. Avtobusa mindim, düşürdülər ki, pulun yoxdur, düş aşağıda. Gəldim, doldurdum, devam. Bax, bu avtobus gedir, bu avtobus gedir, Copacabana gedir. Gözlü, sağ ol, gözlü. Valeu. Só vou te ligar. Mandar a ligação, tá? Valeu. Amiguinho, será? Ele vai pegar por mim pela praia, certo? Pela praia, certo. Valeu, obrigado. Ümid edirəm ki, bizi Copacabana'ya çatdıracaq. Oğlum, bu nədir böyle duruşet ola? Ya avtobusdan düşdüm. Bura artıq Copacabana bölgəsidir. Və burada dünyanın ən məşhur çimərliyi sayılan Copacabana çimərliyidir. Giriş hissəsi Copacabana və bu da Copacabana çimərliyi. Oradan gəlirsən, burada. Deyirəm, qismətdə Copacabana çimərliyinin qumlarına ayaq basmaq da var imiş. O dəhşətli dərəcədə istidir qum. Hava da çox istidir. Normalda bu çimərlikdə bugün qədərinə adam dəhşət çox olur. Prosto heç mənim kimi dəliliyi eləyib gün orta saatlarında bura gəlməz də. Yəni, çünki hava çox istidir, dəhşət istidir havaya. Yəni, dözülməz dərəcədə istidir. Yəni, çünki normalda Copacabana'da cəmaət axşam saatlarında gəlir, hətta gecə gəlirlər. Çünki necə gəlirlər, gecə gəlirlər. Çünki təkcə qumda elə
addımlamaq mümkün deyil istidən. O dərəcədə istidir. Məncə hər insan həyatında bir dəfə də olsun ölmədən öncə gəlib Copacabana çimərliyini görməlidir. Buranın ab-havası heç yerdə yox. Nəysə də sizi çimərliyi ilə tanış elədiyimə görə özüm də artıq soyunub çimərliyə gedə bilərəm. Çünki çox istidir və paltarla gəzmək çox da mümkün deyil. Onun üçün ən salamatı elə dənizə girmək. Amma bir məsələ var ki, burada rahat-rahat çimərliyə girmək mümkün deyil. Çünki tək gəzirəm və tək olduğum üçün amanatlarımı, telefonumu falan qoya biləcəyim bir yer yoxdur. Onun üçün də çimərliyə girmək olduqca risklidir. Gərək telefonu falan kiminsə yanına qoyum ki, o nəzarət eləsin burada. Mən də... Promoción. No. Español. No. Sí. Sí. Una pregunta, ¿cómo los chicos les gustan las sardinias? No quiero. Yəni gərək kiminsə burada yanına qoyum ki, telefonunuzdakı oğurlayan olmasın, yoxsa yəni dənizə heç girməmişdən telefonu oğurlayarlar. Baxmayaraq ki, günəş tam təpədədir. Amma Copacabana plajı gördüyünüz kimi adamla doldu, düzdür. Axşam saatlarına doğru, yəni əslində gündüz saatları burada yəni adamın ən çox olduğu vaxtlar olmur. Axşam saatlarına doğru plajda adam əlindən demək olar ki, tərpənmək olmur. Copacabana plajında. Neyse, düşünürəm ki, Copacabana ilə yekunlaşdıra bilərik. Səyahətimizə qaldığımız yerdən davam edirik. Rio'nu təhlükəli yer hesab edirlər məhz o belə deyək, bomjlara görə. Çünki hər an nəsə edə bilərlər və qəti şəkildə nə edəcəkləri bilinmir. Yəni, hər an sənə nəsə eləyəcəklər. Çox, bunlar, yəni, bu homelesslara görə Rio'nu təhlükəli yer hesab edirlər. Rio de Janeiro'nu. Bu arada o butulkanın içindəki də maddədir, nəsə iyləməli bir şey. Onu eləyib uçurlar. Məsələn, burada bit bazarlarından birisi də burada var. Baxın, məsəl üçün nə satılır? İşlənmiş afiyorka satır, məsələn, işlənmiş eynək satır, işlənmiş qazan satır, işlənmiş məhrəba satır, ayaqaltı satır, işlənmiş paltar satır. İşlənmiş paltar satır, yəni hər şey satır. İşlənmiş olsun təki hər şey satır yəni. Burada məsələn işlənmiş şeylər var. Həqiqətən də Rio'nun küçələrində gəzəndə bu cür yerdə sərilmiş bazarlarla tez-tez qarşılaşacaqsınız. Həmin yerlərdən daha biri, məsəl üçün baxın, işlənmiş klaviatura, işlənmiş ütü, işlənmiş fen, nə bilim, işlənmiş pult, televizor pultu, işlənmiş bateriya da satmarsan da, işlənmiş bateriya niyə satasın? O bir söz var, axtardığın hər şey buradadır falan. Axtarmadığın hər şey oradadır, onun tam tərsidir. Tam tərsi, yəni axtarmadığın hər şey niyə qoyasan axı şöyle? Axtarmadığın hər şey, yəni həmin yerlərdə tapa bilərsin. Həmişə deyirəm ki, Rio həqiqətən də fərqli dünyaları öz üstündə birləşdirən bir yerdir. Burada Rio'nun Santa Teresa adlandırılan bölgəsidir. Ama yəni nə qədər olur olsun, nə qədər səlqəli məhəllələr olur olsun, bu tikanlı məftillər Rio'nun elə bil ki, simvollarından birisi. Siberin bütün buralar hamısı favelalarıdır Rio'nun. Tikanlı məftillər elə bil ki, buraların simvoluna çevrilir. Çünki həqiqətən də burada yəni Rio ümumiyyətlə bütövcə bu şəhər çox kriminal bölgədir. Xoş, mümkünsə bu havası var.
Yavaş yavaş sür. Bom, muito bom. Oha, heç cür gedəmirəm Santa Teresa çünki qəribə bir xoşbəxtlik gəldi mənə burada. Çünki modum zaten yox idi. Çox qəribə bir xoşbəxtlik gəldi. Yəni belə bir yəni Rio'nun tam başqa bir dünyasıdır da bura. Nə bilim, insanlar biraz daha pozitiv. Düzdür, Rio'nun hamısında pozitivdir. Rio'da negativ insan çox azdır. Yəni pozitivlər, gülər üzlər, sənə kömək eləmək istəyirlər. Rio həqiqətən yəni maraqlı bir yerdir, amma Santa Teresa konkret çox fərqli bir dünyadır Rio'nun içində. Burada Rio de Janeiro metrosunun içərisidir, formadadır. Ən gidəcəyim stansiya 7.50 yazdı. Təxminən 2 manat edir. 2 manat yox. 2 manat edirlər təxminən. 2 manatdır. Bir gediş. Gediş 2 manat. Formada bir metro stansiyasıdır. Yəni əslində Rio üçün, Rio de Janeiro üçün çox amma çox səliqəli bir metro stansiyasıdır. Yəni bu gedir Botafogo'ya, mən Botafogo'ya getməyəcəm. Mən Jardim de Okeanika'ya getməliyəm. Amma yəni bizim kimi şeyə baxanda Jardim de Okeanika oraya gedəcəm mən. Çox səliqəli bir metro stansiyası var Rio'nun. Bilmirəm, yəni axşam saatlərində yəqin bu qədər adam az olmur, yəqin ki daha sıx olur, amma maraqlı bir metro stansiyası var. Ben geleceğim São Condrado'ya. São Condrado şeyde bu favelaların olduğu tarafta. O da Jardim Okeanika. Jardim Okeanika. Metro xətti də bu cürdür. Aslında çox böyük bir şey belə deyil. Qarışıq bir metro xətti yoxdur. Yəni normal yani ilk metro buradandır, xətti gəlir formada belə gedir. Çox qarışıq bir metro xətti yoxdur. Yəni o Moskvadakı, Parisdəki, Madriddəki, nə bir Tokyodakı o qarışıq metro xətti yoxdur. Demək olar ki, çox. Hətta mənim gördüyüm ən sadə metro xəttlərindən birisidir. Ən sadəsini şeydə görmüşdüm. Glasgow-da görmüşdüm. Amma gördüyüm ən sadə metro xəttlərindən birisidir. Minirsən buradan, düşürsən oradan və salam. Ora keç, oradan get, oradan o missiyanı tamamla, plan şey elə, plan yerin get, açarın tap, çıx plan dağdan, plan quşun yumurtası gətir, yəni elə şey yoxdur. Çox sadədir. Bunun üstündə qırmızıda yazı yazılmıyor. Və bu mən geleceğim stansiyaydı, Jardim Okeanika'ya. Ama yani bizim metroya da oxşudur, yani çok sadədir. Bizim metro bir-iki yerdə o sadəlik qırılır, amma çox sadədir. Bizdə də normalda buranı 28 may kimi düşünsək, nə bilim, keçid, Cəfər Cabbarlı, sahil falan, çox sadə bir metro xətti var. Hətta bunu bizdəki o metrolardakı o nədə onun adı, lövhəyə oxşatdım. Rio'nun həqiqətən çox dəhşətli dərəcədə çox səliqəli metrosu var. Çox, Rio'da ama bu qədər səliqəli bir metro xətti, daha doğrusu metro stansiyaları gözləmirdim. Yəni ağlımda az çox New York'dakı metro kimi bir şey var idi, amma yəni çox deyim, yaxşıdır. Həm də ki bura polis yəni mütəmadi nəzarət edirdi. Yəni
kim gəldi girə bilmirdi. Çünki New Yorkda elə idi ki, yəni homelesslar var, yəni metronun altından girirdilər, üstündən çıxırdılar falan. Pulsuz parası gəlib metroya minə bilirdilər homelesslar New Yorkda, amma burada elə deyil, yəni polis dayanır, nəzarət eləyir deyə hamı metroya girə bilmir. Yəni ancaq ödəniş edə bilənlər girir. Onun üçün də metroda homelessları falan görmək olmur. Bu qarşıda gördüyünüz çimərlik isə Panema çimərliyidir. Yeri deyilə belə Panema kimi səslənir. Panema çimərliyidir və onu demək olar ki, elə ən uzun çimərliyi də elə bu Panema çimərliyidir. Ta buradan başlayır, ta bu hissəyə qədər gedir. Copacabana ilə birlikdə Rio'nun ən uzun çimərliyidir. Hətta bura Copacabanadan da uzundur. Amma Copacabana çimərliyi Panema'dan biraz daha məşhurdur. Gördüyünüz kimi mənzərəsi isə olduqca unikaldır. Hal-hazırda olduğum yerin mənzərəsi unikaldır. Buradan Panema'ya çox qəşəng bir görüntü çıxır. Dedim ki, bura Rio de Janeiro'nun ən uzun çimərliyi sayılır. Panema çimərliyi. Bugün də Rio'da karnaval günüdür. Karnaval bugün başlayır da. Bütün küçələrdə demək olar ki, hamı karnaval atmosferində olur. Karnaval 10 gün falan davam edir. Məsələ burasındadır ki, mənim də aldığım hostel buradır. Və hosteldə bütün gecə yatma olmur da, səsdən küdən. Çünki səhərə qədər vəziyyət olur. Belə, artıq sağollaşmaq vaxtıdır. Düşünürəm ki, maraqlı bir video ortaya çıxarda bildim. Rio ilə artıq yekunlaşırıq. Artıq yeni yerlərə getmək vaxtıdır. Hal-hazırda da havalimanındayım, aeroportdayım. Rio ilə bitirdi işimizi. Rio'dan çoxlu sayda maraqlı hadisələr, nə bilim, maraqlı yerlər, maraqlı görüntülər, maraqlı məlumatlar, onlar bunlar çox şey, maraqlı çox şey qaldı. Bir də bu günəşdən yanmış bədənim qaldı. Çünki Rio'da günəş. Neysə. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.